Bir əziz dostum var, xaricdə yaşayır. Gəlib Bakıya. Bir gün istəyirəm onu qonaq çağırım bağa. Bilirəm ki, siz də yaman darıxmısınız o bağ sərgüzəştləri üçün. İndi də fikirləşirəm ki, yaxçı ay Allah, mən bu qonağın qabağına nə qoyum ki, həm ona ləzzət eləsin, həm də mənə. Dedim, düyün bir dənə əl ataq cənub zonasının mətbəxinə. Yaxşı ləzzətli 3 dənə qaşqaldağım var, onlardan çölmə. Bir də fikrim var, indi yol üstü bir dənə deyim Keşlə bazarına. Görüm ilan balığı tapa biləcəyəm, yoxsa yox. Tapmasam da mənim bir dənə B variantım var, B planım. O haqda mən birazdan sizə deyərəm, əgər tapmasam. İndi isə irəli Keşlə bazarına. Keşlə bazarındayım, çox təəssüf ki, ilan balığı tapmadım. Amma ilan balığı tapmasam da istəyirəm sizə biraz ilan balığı haqqında məlumat verim. Siz bilirdiniz ki, ilan balığı nə balıqdır, nə də ilandır. Əslində o parazitdir. İndi mən sizə desəm ki, ilan balığının 360 milyon il yaşı var, siz mənə inanarsınız. İnanmırsınızsa girin araşdırın. İlan balığı yer kürəsində hətta dinozavrlar devrindən var. Çox maraqlı balıqdır, çox yağlı balıqdır, çox dadlı balıqdır. Daim mən balıq deyirəm buna, parazit demirəm. Bir-iki dənə də maraqlı sizə məsələ danışım. İlan balığı ilə bağlı. Məsələn, İngiltərənin bir kralı var idi, Genrix. Daha neçinci yadımda deyil dəqiq. Bu o qədər çox sevirdi o ilan balığını ki, bir dəfə o qədər yemişdi o ilan balığını ki, çox yeməyindən, yağlılığından ölmüşdü, getmişdi. Yəni, ümumiyyətlə, o vaxtlar çarlar, krallar həmişə o ilan balığını öz masalarında təqdim eləyərdilər. Yəni, çox bir populyar bir balıq idi. Bizlərdə də belə bir söhbət var. O, bir dənə kinomuz var bizim. Səhv eləmirəmsə deyəsən şərikli çörəkdir, yoxsa bizim Cəbiş müəllimdə. Göstərilir ki, müharibə zamanı, yəni aclıq idi, cəmaatın yeməyə məhsulu yox idi. O vaxtlardakı ilan balığı çox populyar idi. Gezirdilər məhəllə arası, köhnə Bakıda. Deyirdilər ki, ilan balığı var, ilan balığı var. Neysə, çox təəssüf. Salam əleykum. Bazar olsun. Təəssüflər olsun ki, tapmadıq burada bugün ilan balığını. Bu qədər hələlik, keçirik plan B. Ördək ətindən kabab. Bax, belə ləzzətli yağlı qaşqaldaqlarım var. Bu çölməlik. Hazır artıq ləvəngi. Ləvəngin bir üstü da 100 dəfə hamı bilir ki, bunu necə düzəltmək lazımdır. Bir dənə də belə ördək. Düzdür, bu ördək çox olacaq. Onun bir dənə sinə hissəsindən belə yüngül bari bir dənə ekskluziv kabab düzəldəcəm. Bu ruslardan da ki çölmə. Ördəyin sinələrini belə kestim, çıxartdım. Bu mənə tam şəkildə besdir. Bax, ondan sonra belənçiyi doğrayırsınız. Bax, görürsünüz, bax belə. Doğramırsınız, üstünü bax belə eləyirsiniz bıçaqla. Ki, içərisi yaxşı pişsin, həm də indi marina eləyəndə bunu, o marinad yaxşı çəksin canına. Marinad üçündəki, heç nə, soğan, sarımsaq, nə bilim, biraz yağ, biraz sirkə, duz istiyor. Əzirsiniz, qarışdırırsınız, yaddan çıxartırsınız. Bax, məndə bugünkü gavalı turşusudur. Bura biraz istiyot, cirə, sarıkök, hamısı bir yerdə əlavə eləyirik. Çox yox, biraz duz. Qaşqaldaqları ləzzətli sürtdük hər tərəfdən. Turşu ilə gördüyünüz kimi baxın. İçlərini də doldurmuşam ləvəngi ilə. Yəni, zor vəziyyətdədirlər. Necə lazımdır. Ayaqlarını da bağladım, bax belə iplə. İndi yavaş-yavaş keçirdirəm onları qazana. Qazan da spets qazan deyə, köhnə qazan. Bax, çölməni, qaşqaldaqları belə yerləşdirdik. Yəni, köhnə qazana. 2 stəkan su. Məndə 2 maskuradır.
Mən manqalda eləyəcəm ocaqda. Ona görə suyunu biraz çox vururam. Onsuz da çıxıb gedəcək. Sonra da belə qoyuruq ocağın üstünə. Hələlik yaddan çıxartırıq. Çölbəmiz bax, bu cür ləzzətli pişir. Bəh. Ocağın üstündə, manqalda. Ördəyin də sinəsi bax, bu cür ləzzətli pişir bax, gördüyünüz kimi. İndi gördünüz də, bax o kesməklər nə üçündür? Ki, hər tərəfli, hər yeri pişsin. Çölməmiz demək olar ki, hazırdır. Bir dənə bu momenti də fikir verin. Mən bir dəfə arada bunları çövürdüm. Siz də çövürün. Yəni başlayanda belə deyək də, bel üstündə pişdilər. Sonra isə götürdüm bunları, belə çevirdim sinə hissəsinə. Bax, budur mənim çölməm. Özü də ilk dəfədir ya, pişirmişəm budur ya. Baxın, görün, bax belə ləzzətli alınıb. İndi talışlar desin ki, bizim hörmətli cənub zonasının yaşayanları deyin görün necə alınıb məndə. Yazın, xahiş edirəm.